Allah, xoş gördüm hər birinizi dəyərli izləyicilərimiz. Allah hər kəsə bax belə gözəl evdə qocalmağı nəsib eləsin inşallah. Ruzunuz bol, canınız sağ olsun. Dualarımızı elədik, amin deyək. Dəyərli müştərilərimiz, bugün sizlərə Mərdəkanda 11 sotun içində yerləşən bu gözəlliyi təqdim eləyəcəm. YouTube videosu olduğu üçün tam ətraflı çəkək. Axır vaxtlar mənə söz veriblər ki, belə videolarımızı TikTok'a da yükləyəcəyik. Bax, burada görürsünüz, yaşıllığı, meşəliyini göstər zəhmət olmasa. 11 sotdadır. Mərdəkanda Makaronlu dediyimiz ərazidədir. Daimi yaşaya bilərsiniz. Küçəsi geniş. Evin ətrafını göstər. Heç bir tərəfdən ev birləşməyib. Gəl, gedək göstərək. Tam ətraflı göstərək. O əvvəllər çəkirdik, yadıma düşür Aynur, ətraflı video çəkirdik. Müştərilərimiz deyirdilər ki, da evdə hər şeyi qutdalayırsan. Ona görə də izləyicilərimiz, həmən izləyicimiz 18 dəfə baxmışdı evə və ondan sonra gəldi, heç ikinci dəfə baxmağa ehtiyacı olmadı, gecə ilə də behini verdi. İnşallah bu evdə elə olar. Bax, burada sanitar qovşağı. Bu dağınıqlığa görə narahat olmayın. Yəni inşallah hələ tam yekunlaşmayıb, xırda-xırda işləri qalıb. Evin arxa tərəfindən 3 metrlik məsafə var. O tərəfdə 3-dən çoxdur. Burada 3 metrdir. Biraz da getdikcə yavaş-yavaş biraz daralır. Bax, bu qapını sizlərə izah edeyim. Burada kombi sistemi yığılıb. Evin içindən göstərəcəm sizlərə. Arxa tərəfdən qapı qoyublar ki, usta falan gələndə da evi içərdən girməsin, arxadan girib nəysə ehtiyac olarsa düzəltsin. Bura hər zaman kölgə olan bir yerdir. Burada da yay aylarında stolunuzu qoyub, qəşəng mehəsən bir yerdir, otura bilərsiniz. Külək olduğu üçün, görsən ağacları, gülləri külək vurub aşırdıb. Daşlar zadı. Heç nə olmaz, düzələr onlar. 10 metr uzunluğu var. 5 metr eni var, 1.60 dərinliyi var. İndi mən keçmək istəyirəm o tərəfə, görək buradan keçə bilərəmmi? Daşma tiplidir, yarım daşma dediyimiz hovuzumuzdur. Sənin üçün kömək eləyim, rahat keçəsən. Gəl. Gəl, sənin üçün kömək eləyim. İsti hovuzdur, istiməlidir. 10 tonluq su ambarı var. O demək deyil ki, Mərdəkanda su yoxdur, şükür Allaha. Suyumuz, qazımız, işığımız. Hər şey var. Bax, burada 35 kvadratlıq bir dənə besetkadır. Burada barbeküsüdür. İndi stolu var, lejenkaları var. Sadəcə olaraq havalar bu dəyişkən olur. Maşallah bir gün yağış yağır, bir gün çoğun olur. Allah axırımızı xeyir eləsin. Belə bir gözəllikdir. 400 kvadratlıq bir evdir. Məndən soruşsaz ki, bunu 1 milyon 100 min manat almağa dəyər. Mən deyərəm ki, dəyər. Ev sahibi deyir ki, kolonları belə, materialı belə, ay filan materialları belə. Amma mən sizə deyirəm ki, mən belə desəm, mənə belə inanmayın. Evlərinizi alanda yoxlatdırın qardaş. Sonraki peşmançılıq fayda verməz. Bax, görürsünüz, kürsülü evdir. Fayda etməz. Olsun, fayda etməz, fərq eləmir. Gəl, buradan da bir dənə həyəti göstər zəhmət olmasa. Bu tərəfdən də görsünlər. Gəl, bax, mənim gözümdən də izləyicilərimiz bir dənə görsünlər ətraflı. Yan tərəflərin falan. Bax, görürsünüz, geniş parkovka. Orada maşınınızı saxlaya bilərsiniz. Sabah bir nişanınız oldu, xeyir işiniz oldu, ad gününüz oldu. Lapora stullar da qoya bilərsiniz. Yaşıllığa düzə bilərsiniz. Gəl, indi keçək bu gözəlliyin, bu 400 kvadratlıq gözəlliyin içi ilə də sizlərə, daxili ilə də tanış eləyim. Ya Allah, biz indi bu momentdə baxılğa inəcəyik, ona görə videomuza qısa bir ara verdik. Siz təbii ki, o aranı görməyəcəksiniz. Evimizə bu arada videonu görüb, like qoymağı unutmayın. Like'larınızı mütləq gözləyirəm. Baxın, wow deyə biləcəyiniz 80 kvadratlıq zalı, bu arada tavanın hündürlüyü 3.80'dır, onu da qeyd edeyim. Bu cıq-cıq eləyir ha. Bəlkə bunu çıxardım baxırı. Damaşdı ki, sən get mətbəxi göstər, saxlama videonu. Təbii olsun hər şey.
Mən damaşlıq geyindim. Əslində rajok yox idi. Şimdi da neyniyək məcburuq. Bax burada mətbəxi. Bu arada mətbəx də 40 kvadrat metrdir. Baxın, bayaq sizə bayır tərəfdə dediyim yer buradır. Görürsünüz, çamaşırxananın burada paltar yuyanın yeri, paltar qurudanın yeri. Burada kombi sistemi, səsi də qəribə işləyir. Boyları falan. Əla. İndi gedək, yavaş-yavaş gəzək. Ev 400 kvadratlıq bir evdir. Gəz-gəz bitmir. Sıqıldayır damaşdıq. Belə də yüngül səsi gələ bilər, neyniyək? Qapıların hündürlüyü 2.60-dır. Burada ümumi sanitar qovşağı. Burada yataq otağı, yerlər laminatdır, bunu da qeyd edeyim sizlər üçün. Özünün qardırobu və sanitar qovşağı. Gəlin indi gedək ikinci mərtəbədə görüşərik inşallah. Yerlər bu arada mərmərdir, onu da qeyd edeyim sizlərə. İkinci mərtəbəmizə, ikinci mərtəbədə 4 dənə yataq otağı var. Bir tanış olaq. Bu birinci yataq otağı. Həyətə panoraması. Burada ikinci yataq otağı. Qonşunun həyətinə panoraması. Burada balkonu. Burada balkonu. Davam edirik. Yoruldum ha, böyük ev. Maşallah, maşallah böyükdür. Burada ümumi sanitar qovşağı. Ev tam isti döşəməlidir. Yataq otaqları belə. Hamısı isti döşəməlidir. Burada da bir yataq otağı və özünün sanitar qovşağı. Burada da yola panorama. Ya Allah. Ay maşallah. Ən balaca yataq otağı 24 kvadrat metrdir. Amma da bu boyda da yataq otağı yoxdur. Bu lap böyükdür. Burada qardırobu və özünün sanitar qovşağı. Sanitar qovşağın panoraması həyətində maraqlıdır bu. Qəşəngdir. Gəl, vahması da var burada. Allah hər birimizə bax, belə gözəl evlərdə yaşamağı qismət eləsin inşallah. Hamıya qismət olsun. Amin, amin, amin. Sağollaşaq. Burada videomuzu sonlandırıram. İnşallah bu evə sahib olmaq istəyirsə bizimlə əlaqə saxlayın. Bu arada kimlərin evləri varsa, təbii ki bizim əraziləri bilirsiniz. Mərdəkan, Şuvalan, Bilgə, yəni bağ evlər, Buzovna, kimlərin evləri varsa rahatlıqla müraciət edə bilərsiniz. Fərq etmir. Düşünməyin ki bu videoya baxanda mən bu qardaşa yıxsam, mənim evim köhnədir, mən bu satmaz, eləməz. Yox, elə qətiyyən düşünməyin. Biz köhnə evlərdə satırıq. Sadəcə olaraq onların çoxsunu məsəl üçün elanlarda vurmuruq. Bu təbii ki bizim öz iş prinsipimiz bu formadadır. Zənginizi gözləyirəm. Məsləhət belə istəsəz, pulsuz məsləhət də verə bilirəm. Qiymət 1.100.000 manat demişdim bayaq videoda. Sağ olun, görüşmək ümidilə. Hələlik.